Qarabağ Suvarma kanalının istismarı idarəsi 1958-ci ildən istismara verilib. İdarənin əsas vəzifəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində regional su meliorasiya xidmətinin və digər qurumların təsdiq etdiyi limit əsasında Qarabağ Suvarma kanalı vasitəsilə axıdılan suyu təsərrüfatlara çatdırmaq və kanalın texniki vəziyyətini saz saxlamaqdan ibarətdir. Qarabağ Suvarma kanalı öz mənbəyini Mingəçevir su anbarından öz axımı ilə götürərək Respublikanın Yevlax, Mingəçevir, Goranboy, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Ağdam, İmişli və Kəlbəcər rayonlarının 113.700 hektar suvarılan torpaq sahələrini bol suvarma suyu ilə təmin edir. 2025-ci ildə Qarabağ Suvarma kanalı vasitəsilə mənbədən Mingəçevir su anbarından 1.900.000 kub metr su götürülmüşdür. Ondan 1.460.000 kub metri təsərrüfatlara çatdırılmışdır. Qeyd edeyim ki, 2025-ci ildə Qarabağ Suvarma kanalında tərəfimizdən aparılmış cari və əsaslı təmir nəticəsində su itkiləri ötən illər müqayisədə 27%-dən 22%-ə düşmüşdür. Beləliklə faydalı iş əmsalı 78% təşkil etmişdir. Qarabağ Suvarma kanalı 172,4 kilometr uzunluğunda torpaq məcralı kanaldır. Kanaldan qəza hadisələrinin qarşısını almaq məqsədi ilə çaylarla kəsişən hissələrdə sulayıcı qəza qapıları, kanal üzərində 33 körpü və kanal altından keçən 23 ədəd sel ötürücü qurğu mövcuddur. Qarabağ Suvarma kanalının istismarı idarəsi tərəfindən mütəmadi olaraq təmir işləri aparılır ki, hazırda bu işlər kanalın Yevlax rayonu ərazisinin keçən hissəsində həyata keçirilir. Hazırda dayandığımız ərazidə Yevlax rayonunun Tanrıqullar kənd ərazisindən Qarabağ kanalının keçən hissəsində kanalın sol sahilində padrat üsulla torpaq mühafizə bəndinin təmir işlərinə başlanmış. Ümumi işin həcmi 96.000 kub metr təşkil edir. Yevlax və Bərdə rayonu ərazisində kanalın sol sahilində müxtəlif piketlərdə bəndin ensiz və alçaq hissələrinin təmir işlərindən ibarətdir. Hazırda padratçı təşkilat işin hardasa 15%-ni yerinə yetirmişdir. İşlər gördüyünüz kimi davam elətdirilir. Qeyd edək ki, Qarabağ Suvarma kanalının istismarı idarəsi tərəfindən il ərzində bənd bərkitmə işləri, lildən təmizləmə, kollektor drenaj şəbəkəsinin lildən təmizlənməsi, hidrotexniki qurğularda təmir, kanalın su sevən bitki örtüyündən dırmıqla təmizlənməsi, kol-kozun əl ilə təmizlənməsi işləri aparılır.